Salam, vaxtınız xeyir olsun. Fizika Din Toplusu 2025-ci il çeviri üzrə bərabər sürətli hərəkətdə xətti sürət mövzusunda 34-cü suala baxmaq istəyirəm. Maraqlı bir məsələdir. 34-cü sual deyir ki, sürüşməsiz deyilən diskin mərkəzi, yəni o, yerə nəzərən sürəti 2 metr bölü saniyədir. Verilmiş anda M nöqtəsinin yerə nəzərən sürəti modulunu hesablayın. Sürüşməsiz deyiləndiyi üçün bu disk deməli istiqamətini də bizə göstərib. O zaman bu diskdə həm V irəliləymə, həm də V fırlanma sürəti hərəkətləri icra olunacaq. İrəliləmə hərəkəti adından göründüyü kimi hər nöqtədə önə doğru, qeymdə də hətta və yerə nəzərən yerə toxunan səthdə də və irəliləmə hərəkəti eyni istiqamətə yönələcək. Və burada bizə istiqamət üçün 2 metr bölü saniyə sürətini verdiyinə görə hər birinə 2, 2, 2 və 2 metr bölü saniyə sürəti təyin edə bilərik. Sonraki məqamda biz dedik ki, həm irəliləmə, həm də fırlanma hərəkəti mövcuddur. Fırlanma hərəkəti də hərəkətdə olan diskin səthinə toxunan istiqamətdə. Burada yazaq və fırlanma eksi istiqamətində və yəni məsələn burada deyək A nöqtəsi deyək. A nöqtəsində 2 sürətinin nədir? Əksi istiqamətində yönəldi. Sonra burada bir deyək C nöqtəsi. C nöqtəsinə deməli perpendikulyar istiqamətdə yönəldi. Bura M nöqtəsidir. M nöqtəsinə də toxunan istiqamətdə və irəliləmə sürətinin perpendikulyar istiqamətə yönəlmiş olacaq. Ən təpə nöqtəsində bir T nöqtəsi yazsaq, T nöqtəsinə də irəliləmə hərəkəti ilə fırlanma. İrəliləmə hərəkəti etdiyinə görə irəliləmə sürəti ilə fırlanma sürəti nə olacaq? Üst-üstə düşmüş olacaq, yəni eyni istiqamətdə olacaq. Bunlardan bizə lazımdır ən əsası, deməli bunlardan bizə lazımdır M nöqtəsi. M nöqtəsində deməli dedik fırlanan, toxunana, bir də irəliləmə sürəti göstərdik və bunların bir-birinə perpendikulyar olduğunu düşünsək, görsək, onu da belə yaza bilərik. Həm də yaza bilərik və fırlanmanın sürəti nəyə bərabərdir? Omega R-ə. 2 olanla eyni sürətə malikdir. 2, 2. O zaman bizdə nə qalır? Bunları görürük ki, perpendikulyarsa sürətlər ağlımıza o dəqiqə Pifaqor teoremi gəlir. Kök altında 2-nin kvadratı üstə gəlir 2-nin kvadratı eləyir 2 kök 2 B variantı.